həyatı başlayanda Cumhuriyet hökumətinin qurduğu Bakı Dövlət Universitetinin artıq 70 yaşı vardı. Ona görə ki, 1971-ci ildən Azərbaycanda milli hərbi kadrlar hazırlayan məktəb fəaliyyət göstərirdi. Nəhayət bu xalq Cumhuriyet hökumətinin yaşatdığı müstəqillik ideallarını 70 il nəsildən nəsilə ötürə bilmişdi. Məhz buna görə Cumhuriyet bayrağı yenidən göylərə ucaldı. 1990-cı il noyabrın 17-sində Heydər Əliyevin sədrliyi etdiyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında bu bayraq ilk dəfə dövlət tədbirində qaldırıldı, rəsmi status qazandı. Millət öz şərəfli keçmişi ilə qürur duymağa başladı. Bütün bunların nəticəsidir ki, müasir Azərbaycanın tarixində yenidən müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalq ümummilli liderinin bir çağırışı ilə ayağa durdu, küçələrə çıxdı, azadlığının və müstəqilliyinin müdafiəsinə qalxdı. Ona görə də bugün Azərbaycanın müstəqilliyi daimidir, dönməzdir, əbədidir. Bir kere yükselen bayraq bir daha enməz. 1918-ci ilin 26 iyununda Azərbaycan Xalq Cumhuriyyətinin qəbul etdiyi qərarlardan biri də bu idi ki, milli ordu yaradılacaqdır. Rəsulzadənin belə bir fikri var ki, 100 ildən artıqdır ki, bizim ordumuz, bizim kişilərimiz, oğlanlarımız əsgərlikdən mən edilmişdi və mən edilmiş bir Azərbaycanda heç yoxdan bir ordu da yaratmışlar. 1918-ci ilin 26 iyununda. Ona görə də bugün biz bunun milli ordu günü kimi qeyd edirik və 1971-ci ildə Heydər Əliyevin başçılıq etdiyi Naxçıvan Muxtar Respublikasında hərbi kadrlar hazırlayan məktəb açıldı.